Manaf müəllimin maraqlı bir açıqlamasına rast gəlmişəm. Deyir, təyyarədə borclarım yadıma düşür. Belə olur axı insan belə asidə vaxtında, uzaq bir yola gedəndə, belə yol uzaq olanda doğrudan borclar adamın yadına düşür. Nə bilim, kimə nə verəcəm, kimdən nə alacağam. Olur belə şeylər. Manaf müəllim də deyir ki, təyyarədə yadıma düşür. Təbii ki, mən istinad edirəm bizim media bir verilişdə, Xəzər axşam verilişində borclarından danışıb Manaf Ağayev. Təyyarədə ancaq borclarım yadıma düşür. Alacaq, verəcək fikirləşirəm. Hansı çayxanaya gedirsən, ancaq belə söhbətlər edirlər. Bir dənə ürək açan söhbət yoxdur. Dostlar bir yerə yığılanda maşın borcundan danışır. Dostlar bir yerdə olanda kreditlə mənzil aldığını deyir, torpaq aldığını deyir. Düz deyir. Hamı bir yerə yığılanda mütləq borclardan söhbət düşür. Mən düşünürəm sizin borcunuz belə olmamalıdır. Olsa da xırda olmalıdır. Allah sizə çoxlu toy qismət etsin. Sara Səfuradan tövsiyə. Toylarınız o qədər çox olsun ki, başınızı qaşımağa vaxtınız olmasın.